pensiyalar bu tarixdən artımla veriləcək. Hamını maraqlandıran, hamını narahat edən bir sualdır ki, insanlar düşünür və gözləyir ki, onların bank kartlarına, hesablarına o pul nə vaxt oturacaq. Baxaq, mən də bu xəbəri çatdırım sizə. Bəli, məlum olduğu kimi bu ilin növ pensiyalar artırılması nəzərdə tutulub. Artıq artırımların həcminin 9,2% olacağı gözlənilir, artıq təsdiq olunubdur. Təbii ki, mən də istinad edirəm Publikasa. Publikas xəbər verir ki, sosial sahədəki bütün növ artımlar cari ilin inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir. Bəs təqaüdçülər nə vaxtdan pensiyaların artırımla ala biləcəklər? Təbii ki, mən düşünürdüm yanvar ayında hansı ki təqaüd alanlar, pensiya alanlar var, o artımı görəcəklər, hiss edəcəklər, alacaqlar. Amma artıq mütəxəssislər, ekspertlər açıqlama verib ki, inşallah fevral ayında pensiyalarını artımla alacaqlar. İnşallah, inşallah.